Baş Mil Muğan kollektorunun dənizə çıxışı torlarla bağlanıb. Bir çox məntəqədən keçən və Neftçalanın Yeni Qışlaq kəndi ərazisindən dənizə tökülən Baş Mil Muğan kollektoru ətrafında qalmaqallı görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda kollektorun böyük hissəsinin xüsusi balıq ovu qurğuları ilə bağlandığı iddia olunur. Məsələni araşdırmaq üçün əməkdaşlarımız hadisə yerində olublar. Gəlin izləyək. El arasında Şaqay adlanan kanalda təkcə bir nöqtədə deyil, kollektorun dənizlə qovuşduğu hissəsinin müxtəlif istiqamətlərində o taylı, bu taylı nevod qurğular quraşdırılıb. İri torlar balıqların hərəkətini tam məhdudlaşdırır. Torların qurulması nəticəsində suyun axını zəifləyib, bəzi hissələrdə lillə qum yığılıb, hətta kiçik adacıqlar da yaranıb. Kollektorun texniki vəziyyəti də təhlükə altına düşüb. Bu vəziyyət həm də həvəskar balıqçıların narazılığına səbəb olub. Qırmaq nə vaxtsa istirahət elə də. Götürürlər tor zat qoyurlar, nəyə lazımdır? Hər yerdə baxırsan, hər yerdə tordur. Nəyə lazımdır o? Gəl istirahət elə də, tut günəndə. Kanalların, yəni oradakı tor qurmağa mən pis baxıram ki, yəni olmaz. Kütləvi qırım gedirdi, orada söhbət budur ki, kütləvi qırımdır. Bu qırmağa istat deyilmi ki? Qırmaqla bir dənə, iki dənə tut getdi. Amma bu qardıçsan, tor qurasan, toxa verəsən, bu tücə qısa bitir. Bu kanalda balıq həmişə olub. Biz o balıqla məşğul olmuşuq. İndi kanalda balıq yoxdur. Kanalda balıq qabağa bağlayıblar uşaqlar, torlarla bağlayıblar. Kanala balıq girmir dənizdən. Biz də balıq tutmadan olsun məhrum olmuşuq. Mən həvəskar balıqçıyam. Bu gördüyünüz bu kanalda biz həmişə balıq tutmuşuq. İndi axır vaxtlarda, axır zamanlarda balıq tükənib. Balıq demək olar ki, yoxdur. Səbəbi də budur ki, qabaqda bunun dənizə birləşən yerində orada torlar qurulur. Torla məşğul olanlar var. Onlar tor qururlar, balıq da kanala girə bilmir. Balıq kanala girə bilmədiyinə görə bizi kimi həvəskar balıqçılar da balıq tuta bilmirik. Bu bizə yox. Bu ümumiyyətlə ekologiyaya ziyandır. Bu nə deyim, bu hər bir şeyə ziyandır. Odur ki, xahiş eləyərdik ki, bunun qarşısı alınsın. Həvəskar balıqçıların sözlərinə görə torlar bir tərəfli qurulmalı, balıqların əks istiqamətdə hərəkətinə şərait yaradılmamalıdır. Lakin uzun illərdir ki, kollektorda faktiki olaraq keçid tam bağlanır. Nəticədə balıq ehtiyatı ilbəil azalır. Sakinlər deyir ki, əgər nevod qurğuları bu şəkildə qalarsa, yaxın illərdə sularda balıqçılıq ənənəsi tarixə çevrilə bilər. Məsələ ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzindən sorğumuza cavab olaraq bunlar bildirildi. Neftçala rayonu ərazisində yerləşən və balıqçılar arasında Şaqay kimi tanınan Baş Mil Muğan kollektorunda quraşdırılmış nevod qurğusuna vaxtilə müəyyən icazələr və kvotalar ayrılıb. Lakin texniki tələblərə əsasən qurğunun eni maksimum 5 metr olmalı olduğu halda təqdim olunan videodan görünür ki, qurğu normativləri aşaraq kanalın daha geniş hissəsini bağlayacaq şəkildə quraşdırılıb. Qanunvericiliyə əsasən balıq və digər su bioresurslarının sənaye yolu ilə ovuna tətbiq olunan qadağa müddətləri Xəzər dənizində 1 may 1 sentyabr, daxili sularda 1 aprel 1 sentyabr tarixindədir. Qurumdan o da bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görüləcək.